Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bugün sizlərlə isimləşmə mövzusuna aid olan izahı bölüşəcəm. Ardınca da bu mövzu üzərindən suallar işləmiş olacaqsınız. Vaxt itirməyə başlayaq. İlk olaraq isimləşmə deyəndə yadda saxlamalıyıq ki, sifətlər bir də sayılar isimləşmə sayılır. İsimləşmə o deməkdir ki, hansısa nitq hissəsi ismin xüsusiyyətini daşıyır, özünü ismə bənzədir. Hansısa nitq hissəsi də özünü ismə bənzədirsə, mütləq şəkildə gərək o hökmən ismin kateqoriyasını götürsün. Elə bir kateqoriyasını götürməlidir ki, özdə o kateqoriya məhz isimdə olsun. Məsələn, cəm kateqoriyası, mənsubiyyət kateqoriyası, hal kateqoriyası. Bildiyimiz kimi bu sadaladığım 3 kateqoriya heç bir əsas nitq hissəsinə xas olan kateqoriya sayılmır. Yalnız ismə mənsub olan kateqoriyalardır. Yəni biz sifətin və yaxud da sayın üzərində cəm, yaxud mənsubiyyət, yaxud da hal şəkilçisi görürüksə, məhz bunun adı dilçilikdə isimləşmə hadisəsi sayılmış olur. Gəlin nümunələrə baxaq. Baxın, ekranda da qeyd etdiyim kimi bir sifət götürdüm. O sifətin üzərinə cəm əlavə etdim. Həmin sifətin üzərinə mənsubiyyət, həmin sifətin üzərinə hal əlavə etdim. Gördüyünüz kimi, mən şəxs sonluğundan istifadə etmədim. Yəni, sən də hər hansı bir sifətin üzərində birbaşa şəxs sonluğu görəndə daha buna isimləşmə demə. Bəs bunun səbəbi nədir? Niyə bu hadisə, yəni sifətin üzərinə şəxs sonluğu gələndə həmin məqam niyə bəs isimləşmə sayılmır? Çünki şəxs sonluğu anlayışı sadəcə ismin kateqoriyası deyil. Feildə də şəxs sonluğu var, sifətdə də şəxs sonluğu var və s. Yəni, demək olar ki, hər bir əsas nitq hissəsində bu kateqoriya mövcuddur deyə, bu məhz yalnız ismə xas olan xüsusiyyət sayılmadığına görə mən gözəldir sözünə isimləşmə demirəm. Bundan da əlavə bildiyimiz kimi, isimləşmə hadisəsində, yəni hər hansı bir sifət, hər hansı bir say, ismin cəm, mənsubiyyət, eynən hal şəkilçisini götürəndə başlayır ismin sualına cavab verməyə. Məsələn, gözəllər kim? Gözəlimiz kim? Gözələ kimə? Gördünmü? Həm də burada sualından anladım ki, o ismin kateqoriyasını götürüb, yəni ismin xüsusiyyətini daşıyır. Amma gözəldir sözü kimdir yox da necədir sualına cavab verir. Və elə buradan da anlayıram ki, isimləşməyib. İsimləşsəydi, avtomatik gərək ismin sualına cavab verəydi. Vermir deyə elə o məntiqlə də anlayıram ki, bu hadisə isimləşmə hadisəsi sayılmır. Praktik yolla da elə qısa konkret deyə bilərsiniz ki, sifətdir, saydır, ismin cəm, mənsubiyyət, hal kateqoriyasını götürəndə anında isimləşmə sayılır. Amma sifətin üzərində şəxs sonluğu kateqoriyası görəndə bu hadisə isimləşmə hadisəsi sayılmır. Daha sonra baxaq. Bəzən müdavim çaşır bu sözə də deyir ki, bu söz isimləşib. Xeyr, bu söz isimləşməyib. Səbəb nədir? Bu söz onsuz da isimdir. Bax, gözəllik nə? İsimdir. İsim burada bu nümunədə mənsubiyyətlə işlənib. Yəni, isim onsuz da mənsubiyyətlə işlənə bilər də, biz ismə isimləşmə deyə bilmərik, axı, isim onsuz da isimdir. Ona görə də yadda saxla ki, biri var sifətin isimləşməsi, gözəllər, gözəlimiz, gözələ. Bir də var ki, bu tip suallar. Bu tip suallar, belə deyək ki, ismin mənsubiyyəti götürməsi. Hansısa nümunədə yazsa ki, gözəlliyimiz ifadəsi isimləşmə sayılır, bildirin ki, səhvdir, çünki o onsuz da isim sayılır. İsim də isimləşməz. Baxın, 3 nümunə yazdım, hər birində kasıb sözünə toxunulub. Gəlin görək hansı isimləşmədir, hansı yox. Kasıba, bu isimləşmədir. Səbəb, kasıb sifətinə ismin hal kateqoriyasını qoşmuşuq. Bu isimləşmədir. Kasıblıq yaman şeydir. Burada artıq kasıblıq onsuz da özü isimdir. İsim də isimləşə bilməz. Deməli, burada isimləşmə yoxdur. Gördüyüm insan kasıbdır. Sual ver. Necədir?
Bu da isimləşmə sayılmır. Çünki dedi ki, sifətin sayın üzərinə birbaşa şəxs onluğu qoyublarsa, o hadisə isimləşmə hadisəsi sayılmır. İndi isə gəlin baxaq 5 suallıq isimləşmə sınağına. Sual 1. Hansı nümunədə sifət isimləşmişdir? Gəl baxaq. Cavabımız A variantıdır. Çünki köhnə sözü sifətdir və ismin kateqoriyasını götürüb isimləşmə sayılır. Digərlərinə gəlin baxaq. Bax, sifət var, amma ismin kateqoriyasını götürməyib də, həm də yanındakı ismi qalıb yerində. Sifət o zaman isimləşər ki, yanındakı ismi itirək və avtomatik ismin kateqoriyasını götürsün. Məsələn, gözəlin təsirindəyəm desəydim, o zaman isimləşmə olardı B variantı. C variantında da sifət isimləşməyib, çünki yanındakı ismi yerində qalıb. Burada da həmçinin yanındakı ismi çıxarsaydılar və sifətin üzərinə kateqoriya qoysaydılar, o zaman isimləşmə olardı. Məsələn, vətənpərvərin səyi nəticəsində. Belə olsaydı isimləşmə olardı. Doğma sözü də isimləşməyib, çünki yanındakı ismi yerində qalıb. Əgər desəydim ki, öz doğma dilində, məsələn, doğmada desəydim, o zaman isimləşmə sayılırdı. Bax, mənalı baxış, dərin baxış. Bu sifətlər də yanlarındakı aid olduqları ismi saxlayıblar deyə yerində. Burada da isimləşmə məqamı yoxdur. Yəni, elə birinci sualdan da özünüz müşahidə etdiniz ki, sifət o zaman isimləşmə sayılar ki, ilk mərhələ bax budur. Yanındakı ismini itirək və həmin sifət ismin kateqoriyasını götürsün. Burada heç birində yanındakı sifət itməyib deyə B, C, D, Y isimləşmə məqamı sayılmır. Cavab A variantı. Bunu da əvvəlki versiyasına qaytaraq. Köhnə, məsələn, paltarı mənə ver, təzə paltar səndə qalsın. Hətta A variantında 2 dənə isimləşmə var. Köhnə və təzə. Hansı nümunədə isimləşmiş sifət yoxdur? Yaşlılar isimləşmiş sifətdir. Evdəkilər isimləşmiş sifətdir. Tox isimləşmiş sifətdir. Yaralılar isimləşmiş sifətdir. B variantı isə onsuz da özü isimdir. Çünki gözəllik sözü isim sayılır. A, C, D, Y niyə isimləşmiş sifətdir? Hardan bildim? Bunları əvvəlki versiyasına qaytarmaq olar. Məsələn, yaşlı insanların, məsələn, evdəki paltarların, məsələn, tox insan, məsələn, yaralı əskər. Gördünmü? Hər birində bir boşluq var. Bu boşluq odur ki, onların nə vaxtsa yanında isim olub, o isimləri indi əllərindən alıblar. Ona görə də cavabımız B variantıdır ki, B sifət yox, elə ismin özüdür. Sifət hansı cümlədə isimləşmişdir? Baxaq. Soyuqdur, savadlı, gözəllik, ağsaqqalsız, qoca. Soyuqdur, birbaşa şəxs onluğu qəbul etdiyinə görə isimləşmə sayılmır. Savadlı sözü yanında ismi var deyə isimləşmə sayılmır. Gözəllik onsuz da isimdir, isim isimləşmə sayılmaz. Ağsaqqalsız sözünün yanında isim var deyə o isimləşmə sayılmır. Cavab Y. Qoca dəyərli məsləhətlərini məktəblilərlə bölüşdü. Burada qoca sözü isimləşib. Hardan bildim? Çünki yanındakı ismini itirib. Qoca insan dəyərli məsləhətlərini məktəblilərlə bölüşdü. Sual 5. İsimləşmiş sifətlər olan cümlələri tapaq. Abırlı, abırdan çəkinər, abırsız nədən çəkinər? Bax, bu belə olmalı idi əvvəl. Abırlı insan abırdan çəkinər, abırsız insan nədən çəkinər? Vaxtı ilə belə olub və o ismi artıq yanından siliblər. Deməli, elə məqamlar isimləşmə sayılır. Cavabımız 1-dir. Avara qonaq ev yiyəsini də işindən edər. Burada sifətin yanındakı ismi yerində qalıb. Sifətin yanındakı ismi də yerində qalanda o isimləşmə sayılmaz. Ağlı düşmən nadan dostdan yaxşıdır. Burada da sifətlərin yanındakı isimlər yerində qalıb. Yadda saxlayın. Düşmən və dost isimdir. Sifətlərin də yanında isimləri qalıb deyə bu da isimləşmə sayılmaz. Qocaya hörmət elə, sən də qocalacaqsan. Bax, bu artıq isimləşib. Çünki yanındakı ismi itirib. Bu belə olmalı idi. Qoca insana hörmət elə, sən də qocalacaqsan. Cavabımız C variantı. 5 niyə olmaz? Çünki yaxşı sözü sifətdir və yanında ismi qalıb.
bağlı sözü sifətdir, yanındakı ismi qalıb. Sifətlərin yanlarındakı isimlər qalıbsa, o isimləşmə sayılmaz. Cavabımız C variantı.